Və yaxud elə keçən həftədə söylədi. Rəis mənəm, yoxsa sən ol, nə qədər rəis olacaqsan? Rəis sən o çözə bilmirsən. Nəyi çözəcəksən? İran adlanan yerdə demək ki, hansı gizli əllərlə çözəcəkdin ki, bu günləri İran adlanan yerdə ayrı reklamlar düzdür. Keçən həftə yine bu çıxdı dedi ki, mən oranı məhv edərəm. Elə sən məhv eləməkdən danışırsan, çözmə yəni. Yol xaritan hanı sənin? Yol xaritan hanı? Biz Türk olaraq bu məsələyə konuya baxırıq. Azərbaycanın güneyində demək ki, 40-50 milyon Türk yaşayır. Və Türk millət yaşayır və bunların gələcəyi taleyi, yox, bunlar insan deyirlər. Hə? Nə olacaq bu millətin? Gündə edam olunur, gündə vırılır. Sən vırırsan, Netanyahu vırır, Tehran rejimi vırır, hamı vırır. Və heç biriniz də 100 min Kürdü də gətirib burada saxlayıbsan, silahlandırıbsan. Amerika silahlandırıb. 100 min Kürdü silahlandırıbsan, sən Urumiyanın demək ki, neçə kilometricində. Və bir dənə də demək ki, Kürdçığaz, bir dənə Kürdçığaz ağzından yekə danışır. Sən, Cənab Tramp, o Kürdçığazla sən danışıbsan. Silahı da sən verdin. Və sonra dün silah vermişik. Onlar da bu silahlar gözəldi, məndə qalsın Kürdlər. Paranı da vermişik. Ya bilirsiniz yəni nə? İndi bax səslər ucalır. Adam çıxır hicri, o Kürd adını da çəkirəm üzr istəyəm. Geri ağzımızda suya çəkək. Çıxır deyir ki, yo biz Tehrana getmirdik ki Amerika. Biz Urumiyaya gedəcək. Sən qələt eləyəcəksən. Sən Urumiyaya gələcəksən. Gələcəyin varsa görəcəyin nə var? Ay Kürd deyibləri şişirdirlər. Ay Peyğəmbəriz də İmralıda yatıbdır.